Salam aleykum, hardayam? Deməli, hökmətlər qalxdı Şamaxı yoluna qalxanda. Pir şükürdəyəm, pir şükürdə. Bir dənə stinə çıxamışam. Günün cekpotu. Kasıb ailələr üçün ideal variantı. 5500 verirsən daxili kreditdən. 5500 ver, bax qazın şotki, suyun şotki, işin şotki. 5500 elədi. Şotkilərin qiymətinə satılır. 5500 verirsən, evə sahib olursan. Daxilə qədər baxın, geniş, hərbi hissə düz yanında. Elə hərbiçilərə kirayə də verə bilərsən bu evi rahatlıqla. Həyətə bax. Bir otağı təmirlidir. Bax suyun şotiki nə qədər var. Qazın, işığın, suyun hamısının şotiki var. Hamısı qaydasına alıb köçüb yaşaya bilərsən. Çünki yaşayış olub içində. Bura hamam sanzörlüdür. Qapı da yıllar açamayacam ki oranı. Həyətə bax. Bundan sonra nə boyda istəyirsən ev tikə bilərsən. Həyət bax. Elə bunun zaboru və 3000, 2000 pul aparır. Yəni həyət baca çox genişdir. Qiymət əla, evin özü əla. Valla bu qiymətə heç yanında ev yoxdur. Təmirlidir ya içərisi, təmirsiz deyil. 5500 verdin, yerdə qalır 9500. Onu da aylıq verirsən, ev olur sənin. Və evdən girək. Hazır. Köç yaşa. Al bugün. Köç yaşa. Bax, ölçüyə bax. Nə qiymət ama versin, nəqd ver. 11.000 manata. Pul üçün gəlmə. Son qiymətləri dedim sizə. 5500 verdin, 15.000-ə. Nəqd 11.000 manata. Qoşal daşdır, pəncərəsinin qabağı boşdur. Pulunu yaşaya bilərsən. İçindəkilə versən? Verəcək. Xalden 2-də. Xalden 2-də üstünə paydı var. İçində qızı Xalden. Məni çəkməyin, cəmaat nə inir mənə? Xalden 2-ci. Xalden 2-sində paydı bir 200 manata məndən qabağa düşdü. Qazpetin də versən? Bir dənə bunu razılaşa bilərsə də pulundan minə. Hə, pulun versin, bunu da saxlayacaq. Yəni gəl, bu qiymətə ideal variantdır. Belə bir qiymətə 5500 ev yoxdur heç yanında. Heç yanında yoxdur ya. Respublikada yoxdur. Sağ ol.